Sabahınız xeyir olsun. 2026-cı il 6 yanvar günüdür. Həm 2026-cı ilin, həm də yanvar ayının ilk həftəsinin ilk ikinci çərşənbə axşamı günüdür. Bugün də evdə oturub ev işləri ilə məşğul olan, dərsə gedən, orta ixtisas məktəbinə gedən, ali məktəbə gedən, çölə gedib işləri ilə, gücləri ilə məşğul olan hər bir şəxsə uğurlar arzulayıram. 6 yanvar 1810-cu ildə İstanbul sülh sazişinin imzalandığı gündür və sazişə əsasən Osmanlı dövləti Krımı Rusiya imperiyasına verdiyi gündür. 6 yanvar 1810-cu ildə Samuel Morse tərəfindən teleqrafın kəşf edildiyi gündür. 6 yanvar 1870-ci ildə Viyanada məşhur konsert zalı Müzikverinin təntənəli açılışı olduğu gündür. 6 yanvar 1912-ci ildə New Mexico, Amerika Birləşmiş Ştatlarının 47-ci ştatı olduğu gündür. Bununla yanaşı 6 yanvar 1907-ci ildə İtaliyalı pedaqoq Maria Morsi'nin Romada orta təbəqəli ailələr üçün özünün ilk məktəbini və uşaq bağçasını açdığı gündür. 6 yanvar 1930-cu ildə Yosif Stalin'in SSRİ-də fərmanına əsasən fərdi təsərrüfatın ləğv edildiyi və bununla yanaşı burada yeni iqtisadiyyat siyasət dövrünün başa çatdığı elan olunduğu gündür. 6 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının torpaqlarının Ermənistan tərəfindən işğalı hesabına qondarma Dağlıq Qarabağ Respublikasının yarandığının elan olunduğu gündür. Lakin bilirik ki, hər birimiz bugün 2026-cı ildir. Məhz Azərbaycan Respublikasının prezidenti İlham Heydəroğlu Əliyev tərəfindən, Ali Baş Komandanımız tərəfindən rəhbərliyi ilə Azərbaycan ordusunun dəstəyi köməyi ilə vuruşması nəticəsində məhz Dağlıq Qarabağ artıq Azərbaycan Respublikasınındır və cənab prezidentin hər zaman və eləcə də hər birimizin dilindən düşməyən bir cümlə var. Qarabağ Azərbaycandır və mən də əlavə edirəm ki, bəli, Qarabağ Azərbaycandır, daima da Azərbaycanın olacaqdır və məşhur və mərhum olan demək, Arif Babayevin ifasında daima sevə-sevə dinlədiyim Qarabağa aid olan mahnıdan isə 2 sətir demək istərdim. Anadır arzulara hər zaman Qarabağ, danışan dil dodağım tar kaman Qarabağ. Bu qədər dinlədiyiniz üçün təşəkkür edirəm.